Deməli, Hyundai Sonata 2016-cı il 2 hibrid motor. Bu motorlarda bildiyiniz kimi yüksək təzyiqli farsonkalar gəlir. Maşın Azərbaycana təzə gəlib, qardaş elə siftəsini eləməyib, yəni sürməyib. Maşında problem nədir? İnjektor işarəsi yanır, maşında kəskin priboyu var, diaqnostikaya salmışıq, 3-cü silindirdə xəta göstərir. Diaqnoz qoymamışdan qabaq təbii ki, bütün hissələri ətraflı yoxlamaq lazımdır. Sveçaları yoxladıq, problem onlardan deyil. Babinləri yoxladıq, problem onlardan deyil. Motorun kompresini yoxladıq. Motor sistemində qaydasındadır. 4 silindirin 4-ündə də kompres normal vəziyyətdədir. Qərara gəldiyi ki, farsonka sökülməlidir. Problem çünki farsonkada olacaq, başqa bir şey qalmır. Farsonkanı da söktük. Diqqət eləyin. 1, 2, 4-cü silindirlər normal vəziyyətdədir. Amma 3-cü silindirdə farsonka az vurur. Bu farsonkanı əslində aparatda işlədib düzəltmək olar. Düzəldib üzərinə bağlaya bilərik. Amma bir farsonkada ki, problem varsa, o 1 ay sonra, 2 ay sonra yenidən o problemi çıxacaq üzə. Ona görə bu xərci ikinci səfər çəkməmək üçün farsonka dəyişilməlidir. Dəyişib, bu püskürməni stabil eləyib, üzərinə bağlayıb, inşallah problemi aradan qaldıracaq. Yekunda da videonu çəkəcəm, nəticəni bir yerdə görərik. İşimizi yekunlaşdırmışıq. 2 dənə orijinal farsonka götürdük. Eyni kodda. İkisi də orijinaldır. Niyə 2 dənə? Çünki 4-cü farsonkada da biraz problem var idi. Ona görə ikisini də dəyişdik ki, bir dəfəlik olsun. Hal-hazırda maşın ideal vəziyyətdə işləyir. Heç bir priboyluq yoxdur. Maşını da sürdük, gəldik. İnşallah ideal vəziyyətdə də təhvil veririk müştəriyə. Xeyirli olsun.